Təbii fəlakət zamanı zooparkdan qaçan pələng 43 yaşlı Otar Tsuxişviliyə hücum çəkib. Tsuxişvili xəstəxana yolunda dünyasını dəyişib. Vəfat edən şəxs Marneulinin Sereteli kənd sakinidir. O son illər Tiflisdə yaşayırdı. Bugün Tsuxişvilinin cəsədini ata evinə gətirdilər. Vəfat edən şəxsin BBC qızının sözlərinə görə pələng Otar Tsuxişvilinin çalışdığı zirzəmiyə hücum çəkib. Həmin zaman Tsuxişvili əməkdaşları ilə birlikdə iş başındaymış. Bizə heç bir rəsmi məlumat verilməyib. Hər şeyi televizordan öyrəndik. Dünən bütün gecəni ekspertizada olub. Amma ekspertiza rəsmi qərar çıxarmayıb. İş yerində 3 nəfər olublar. Şahidlər də var. Paltar yuyan maşınlarının toplandığı zirzəmi imiş. İşə bir həftə idi başlamışdı. Dayım oğlu Sixinvali müharibəsində iştirak edib. Abxaziya müharibəsində də döyüşüb. Əvvəllər ailə qurmuşdu, amma hazırda boşanıb. 21-ci əsrdə ölkə paytaxtında pələngin insana hücum eləməsi biabırçılıqdır, ayıbdır. Heç məsələnin hüquqi tərəfini demirəm. Pələngin insana şəhərin ortasında hücum eləməsi insana pis təsir eləyir. Hadisənin baş verməsinin səbəbi diqqətsizlikdir. Proseslərə ümumgürcüstan qoşulmuşdu. Müqəssirin kimliyini istintaq göstərəcək. Ailənin böyüyü mərhumun qardaşıdır. Hər şeyi özü araşdırıb dəqiqləşdirəcək. Hökumət dəfn mərasimi xərclərini ödəməyə hazırdır. Bizə belə bir təklif gəldi. Qonşular mərhumun nümunəvi, səmimi, istiqanlı olduğunu deyirlər. Baş verənlərə qonşular da təəssüf edirlər. Otar çox xeyirxah, nümunəvi insan idi. Mənim qonşumdur, yaxşı insan idi. Məktəbdə də yaxşı oxuyurdu, vəfalı dost idi. Xatırladaq ki, bədbəxt hadisə iyunun 17-sində Tiflisin Laguna Veri ərazisində yerləşən zirzəmilərin birində baş verib. Hücum itkisiz nəticələnməyib. Ərazidə aparılan əməliyyat nəticəsində pələng elə yerindəcə öldürülüb.